yakın komşu olduk bu dünyada. Ayrı ayrı doğulduk bu dünyada. Big Ahır gelip Oz. bir olduk bu dünyada. Ey hayat sen ne garibesen. Sana kimi baktın bana, sen gün kimi baktın bana, gözlerinin yarasıyla güldü ömrümün baktı bana. Aylar keçirirler keçir aklım olur, yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey həyat sən nə qəribəsən. Bütün resmi simalara, halk-hazırda biz artık aylardır əlini çəkirik. İnşallah çox bəyənəcəksiniz və bu sənin artıq bir ənənəyi çıxırmaq istəyirik. Və buna da sizin bizə çox dəstəkli, səhbətiniz əlbəttə bizim çox önəmlidir. Bu yolda bizi dəstək olan hər bir kəsə öz dərdi minnətdarlığımızı bildiririk, öz şəxsi adımdan deyirəm. Boşlar bütün şirkətləri, nümayəndələri borcundular. Ben çok istəyirəm ki, gurultulu gün almış olsun. Çok gurultulu. Minnətdarlıq alanında. Sərginin rəsmi açılışı foyede oldu. İçeriye ilk daxil olanlardanıq. Yəni hər kəs indi daxil olur, sərgi indi başlayır. Titrlərdən də gördünüz.
ailə və toy sərgisidir. İlk dəfədir ölkəmizdə keçirilir. Azərbaycanda yaxın keçmişimizin Qaz 24 gəlin maşını. Belə deyək də, Qaz 24-ün Jeep versiyası. Volga. Hörmətli izləyicilər, mən yenə də həmişəki qaydada, yəni reportajı özüm bildiyim kimi aparacağım. Çünki burada bu sərgilərdə adətən qeyd xidməti olmur. Dəqiq məlumat almaq lazım olanda yaxınlaşırsan pavilyondakı insanlara və onların könlü olsa suallara cavab verirlər. Yəni, hörmətli izləyicilər, adından da göründüyü kimi ailə və toy sərgisidir. Burada xüsusi biliklərə malik olmaq lazım deyil. Elə bir adam yoxdur ki, ailəsində toy tədbiri olmasın. Allah bütün subaylara da qismət eləsin inşallah. Mənim məqsədim hal-hazırda sərginin birinci günü və birinci saatı və ilk dəqiqələridir. Təbii ki, bu sərgini hər kəs ziyarət edə bilmir. Həmişə olduğu kimi mən sərgidən bir YouTube bloger olaraq reportajlar hazırlayıram ki, Bakıda olub gəlməyə imkanı olmayanlar, Azərbaycanımızın rayonlarında olanlar, Türk dövlətlərində yaşayanlar və ümumiyyətlə ölkəmizlə, respublikamızla, onun adət ənənələri ilə tanış olmaq istəyənlər heç olmasa mənim bu reportajım vasitəsilə tanış olsunlar. Hal-hazırda qarşısında dayandığım pavilyon demək toy maşınlarıdır. Təbii görürsünüz ki, məşhur Jiguli, köhnə Moskviç, Zimbala deyirlər buna bizim cavanlığımızda. Moskviç və bu avtomobilin markası heç mənim də ağlıma gəlməzdi. Amma inansanız da, inanmasanız da bu Qaz 69'dur. 1971-ci ildə istehsal olmuş Qaz 69'dur və onu nə deyirlər bu bəzəməyə, nəsə bir söz var, bilməyənlər bilənlərə desin. Bu formada və yəqin ki toy üçün hazırlayıblar. Bu da bunun salonudur. Belə. Bu da nənə və babalarımızın istifadə etdikləri məişət avadanlıqlardır. Xüsusilə bu mis qazanlarda və ona görə insanlar sağlam yaşayırdılar. İndiki və uzun ömür yaşayırdılar. İndiki kimi 50 yaşında, 40 yaşında ürək xəstəliyindən vəfat
eləmirdilər. Salam. Pavilyon nəyi təmsil edir? Fotostudiya bura belə. Aha. Məlumat vermək istəyirdiniz yoxsa qardaş məşğuldur? Mühüm dövlət işlərindən məşğuldur qardaş. Kimisə qızardır. Bayaq da dediyim kimi burada hələlik bu pavilyonu icarəyə götürənlər çox təəssüf. Mən bütün sərgiləri çəkirəm. Ancaq heç də hamısı müsahibə vermək qırağa dursun. Sadəcə məsul olduqları, burada onların iş yeridir. Şirkətləri, iş yerləri onları bura göndəriblər. Həmin bu günlər üstündə onlara maaş yazılır. Ancaq bəzən gördüyünüz kimi, şahid olduğunuz kimi müsahibə verməkdən, bunu siz izləyicilərə izah eləməkdən imtina edirlər. Yaxınlaşım görün bu xanımlar nə deyəcəklər. Salam. Xoş gördük. Sizin assistentlər deyəsən? Abad. Abadı mən Şəkidə görmüşəm. Mərkəzi oradır yoxsa yox? Burada içəri şəhərdədir, böyük filialı var bizim. Ümumiyyətlə Abad təşkilatının ofisi, mərkəzi içəri şəhərdədir. Mən Şəkidə bunların böyük müəssisəsini görmüşəm. Bu yax Xansarayın yanında. Ona görə Şəkidə var, Qəbələdə var. Hamısı əlişidir bizdə. Şəkidə və ancaq Qəbələdə var. Mən YouTube bloqerəm. Hal-hazırda film çəkirəm. Baxmayın ki, smartfonda özünüz bilirsiniz. Yaxşı əllərdə bıçaq da insanın ömrünü xilas eləyir. Nəsə izah eləyə bilərdinizmi bizim izləyicilərimiz üçün? Çox geniş izləyici. Yox, heç də deməyin, tutub apararlar. Yaman tuttu. Oldu, sağ olun. Sağ olun. Yəni dediyim kimi, müsahibə vermək elə biləsən ki, nə bilim, bu bir söz var, salam vermək də pullandır, bax, belə. Mən şəxsən, indi saat 11-dir. Bugün bura gəlmək üçün Bakıdan, Montindən səhər saat 7-də yuxudan durmuşam ki, gəlim, açılışa çatım. O açılışda bir-iki mahnı oxudular, onlar şəxsən mənə lazım deyil. Mən istədim, ümumi bir təsəvvür yaradım ki, bu tədbirdən siz də xəbərdar olasınız. Minnət olmasın, bir neçə avtobus dəyişmişəm və Bakı Expo sərgisinə bu dəfə ümumiyyətlə axır vaxtlar nadir hallarda birbaşa avtobuslar verirlər. Bu dəfə birbaşa avtobuslar yoxdur. Mən nə qədər belə idi, yaddadır. salam, hər vaxtınız xeyir. Həmişə xeyir işlərdə. Ya, mən yetim. Bir-iki məşhurumuz da buradadır. Yəqin tanıdınız. Salam qızım. Xoş gördük. Subaylarınızdan görəsiniz. Bura nə stenddir, nəyi nümayiş elətdirirsiniz? Salam, hər vaxtınız xeyir. Mənim adım Orli Əliyevadır və mən Orli Event şirkətinin müdiriyəm və project menecerəm hazırda. Gördüyünüz sərgidə indi ailə və toy sərgisidir. Yəni gördüyünüz kimi qonaqlar gəlirlər, artıq baxırlar hər şeyə. Biz buranı qəşəng bəzəmişik. Məsəl üçün bu birincisi, yəni gördüyünüz bir məkan, bu toya aid bir dekorasiyadır. Yəni burada məsəl üçün görürsüz uzun stollardır, güllərdir və fərqli maraqlı şeylərdir. Məsəl üçün bu qırmızı xına yaxtıya gedir. Də toya aid, yəni toydan qabaq xına yaxtı olur. Qızlar üçün, xanımlar üçün çox önəmli bir mərasimdir. Burada gördüyünüz kimi artıq toy paltarlarıdır. Bu Vegul, Chartex və Gülə Bridal atelierə aiddir və bəylik kostyumları isə Emilentə aiddir. Yəni onlar da burada nümayiş elətdirirlər öz gözəl paltarlarınızı və yəni
onların salonlarına yaxınlaşıb ətraflı baxa bilərlər. Onların modelləri. Paltar və servirovkada başqa nə xidmət? Atəşfəşanlıq, nə bilim. Yox, xeyr, atəşfəşanlıqla biz məşğul deyilik. Bəli, ancaq dekorasiyadır. Yəni bu bizim şirkətdə ancaq dekorasiyaya aid bir şirkətə yaxınlaşırlar. Orli şirkəti, bəli. Hər bir toy zalını indi yəni beynən gəlin valideynləri özləri seçirlər, hansı toy mərasim zalını seçirlər. Orada artıq dekorasiyanı biz gəlirik, quraşdırırıq. Seçimlərinə və zövqlərinə asılı olaraq. Çox gözəl əhval-ruhiyyə yaranır. Çox sağ olun, çox sağ olun. Çox sağ olun, çox sağ olun. Xoş oldu, minnətdarım. Bu da başka bir dekorasiya növü deyək də, nümayiş olunan pavilyon idi. Sarı rənglərə üstünlük verilib. Burada isə xonçalardır. Etibar Əliyev. Bir dəqiqə. Hər kəsi salamlayıram. Biz də Expo Center mərkəzinə, bu toy tədbirinə Gözəl Yaşam Mərkəzi olaraq qatılmışıq. Bizim mərkəzimizdə gözəlliyə aid nə varsa, salon olsun, geyim olsun, make-up olsun, yemək olsun hətta, bütün mərkəzimizdə bu gözəllikləri görə bilərsiniz. Geyimlərimiz var ki, müxtəlif tədbirlərə qatılırıq dünya səviyyəsində və yaxud da Azərbaycanda keçirilən daxili tədbirlərə. Eləcə də bu tədbirə qatılmışıq. Öz gözəl geyimlərimizlə, əl işlərimizlə və hazırlanan yeməklərdən, bəzəklə də həmçinin. Gördüyünüz kimi bizim əl işlərimiz oradan asılıbdır. İstəsəz yaxınlaşıb göstərə bilərəm sizə. Bu geyimlərin hamısı demək olar ki, əl işidir. Məsələn, bunu göstərim. Bu boya ilə çəkilmiş kiçik bir korset nümunəsidir. Eləcə də bu xırda-xırda əl işləri. Bunlar hamısı demək olar ki, xarici brendlərin parçalarıdır. Bu innabı xatırladan belə bir dəridən geyimimiz var. Bunlar hamısı, bəli, dəridir. Dəri əvəzləyicisi deyim də. Bunlar hamısı əl işidir, xüsusi daşlarla hazırlanmış. Bizim sadə geyimlərimizdən. Bəli, qiymətlər məlumdur. Bizdə həm kirayə, həm satışı var. Qiymətlərimiz 150-200-dən başlayır, daha yuxarı gedir. Satış qiymətidir. Kirayə və satış qiyməti də bəzən ola bilir. Məsələn, tək korsetlər deyə bilərəm ki, 150, 200 və yaxud da elə sadə korsetlərimiz var ki, 100-dən aşağı da ola bilir. Gördüyünüz dekoru belə özümüz hazırlamışıq. Tamamilə əl işindən ibarətdir. O tərəfdə də geyimlər var, istəsəz onlarla da sizi tanış eləyə bilərəm. Onlar da xırda-xırda əllə işlənib. Bunlar bizim gözəl yeməyimizə aiddir. Lənkəran mətbəxinin. Qadınlar məndən mütləq soruşub, ətimi didəcəklər. Bunların qiymətini deyə bilmərəm sizə. Paltarları deyim. Daha sonra keçərik. Bunlar da gördüyünüz hamısı əl işidir, tək-tək yığılıb. Eyni ilə bu da. Nə, sexdə, evdə hazırlanır? Xeyr, bizim gözəl yaşam mərkəzimiz var. Orada hamısı, bəli, mərkəzin özünün əl işləridir, bəli. Gördüyünüz parçası belə, hətta bizə məxsusdur. Bunlar hamısı əl işindən ibarətdir. Bəli. Gözəl bəzək bizim əl işlərimiz var. İstəsəz yaxınlaşıb onları tək-tək çəkə bilərik. Hətta çantalarımız var. Və bizdə onu da qeyd edeyim ki, lotereya oyunumuz var. Bizdən hər hansı bir məhsul, geyim alan şəxs lotereya oyununda ödənişsiz make-up, saç bəzəyi və digər necə deyim sizə, toya aid olan bəzək əşyalarından istifadə edə bilər. Bu gördüyünüz, bu bizim gözəl yeməyə aid olan, Azərbaycanın Lənkəran mətbəxinə aid olan mürəbbələrimizdir. Və digər əl... Bəli, ən çox geyim nəzərdə tutulub. Yəni, loteriya çıxa da bilər, çıxmaya da bilər. Bəli.
Gördüyünüz məsəl üçün bunlar hamısı əl işləridir. Göstərim gözəl, sizə nə yaxından. Gəlinə aid, bəli, bəli, gəlinə aid. Yəni tədbirimizə daha uyğun olaraq Bax, toy biznesinə mən başa aid. düşmədim bu nədir? Əlbəttə. Bu gəlin əlində gülünün əvəzinə muncuq əl işindən gül tuta bilər. Yoxsa ağlı başında Yox, onu tullaya bilməz. Olan qədər qiyməti var. Qiymətindən də əlavə o çox ağır olduğu üçün atılması məncə düzgün deyil. Çünki çox ağırdır. Bəyin qardaşın başına atmaq olar. Bu da gördüyünüz kimi bizim əl işlərimizdir. Milli araqçınlarımız, bunları qızlarımız xınada geyinirlər, bilirsiniz. Oy. Bunlar da eynən məxmər parçanın üstünə işlənmiş əl işləridir. Bir köhnə kişi olaraq bu sandığı yəqin siz elə belə götürmüsünüz, özünüz hazırlamazsınız. Yox, yox, bu sandıq bizim müdiriyyətin öz kolleksiyasındandır. Dekorasiya üçündür. Dekorasiya üçündür, bəli. Bəli, bəli. Yəni bu tamamilə yazılarından da hiss olunur ki, o vaxta aid bir, hətta üstündə illəri də var. Bəli, bəli. Və orada bizim bəzək əşyalarımız var. İstəyirsiniz onlardan da sizi tanış eləyim. Bunlar da hamısı təbii daşlardan ibarət. Baxın, gözəl bəzək. Bilərcikdir də. Bəli, hətta bizim Instagram səhifəmiz var. Hər birinin ayrı-ayrı Instagram səhifəsi var. İstəsəz onlarla tanış ola bilərsiniz. Bunlar hamısı Instagram səhifəniz deyin, bəlkə maraqlanan oldu. gözəl bəzək, gözəl yaşam, gözəl yemək. Əgər Və inci ateliyer. filmin axırında şirkətiniz reklam olunsunuz, vizitka verə bilərsiniz. Aha, olar. Verə bilərəm, bəli. Salam, mən Nicat. Mağazamız Caspian Lighting-dir. 2021-ci ildən fəaliyyətə başlamışıq. Mağazamız ünvan olaraq Əhməd Rəcəbli 156 A-da yerləşir. Mağazamızda geniş işıqlandırma çeşidləri mövcuddur. Hansı ki, lüstrlar, divar işıqları, yerdən işıqları, fasad işıqları, hər növ dizaynda, belə deyək, klassik, neoklassik, minimalizm, boho üslublarında hər çeşiddə işıqlandırma mövcuddur. Mağazamıza yaxınlaşıb istədiyiniz məlumatı əldə eləyə bilərsiniz. Daha yaxından köməklik eləyə bilərik biz sizlərə. Təşəkkür edirəm. Aksesuarlar da var da. Necə var? Yəni bu ehtiyat Təbii ki, spotlar var. Reisin üzərində açar, belə deyək, vuqliçatel rozetkalar olur. Kəmər sistemi mövcuddur. Orada gördüyünüz şüşələr mövcuddur. Hansı ki, o şüşələrdən fərqli dizaynlarda lüstrlar yığılır. Siz dizaynı verirsiniz, biz ona uyğun həm sayını təmin edirik, həm işıqlandırma olaraq hesablayıb sizə daha yaxşı kömək, belə deyək, nəticə əldə eləyirsiniz. Hörmətli izləyicilər, indi yaxınlaşıb çəkərəm həmin şüşələri. Oldu. Minnətdarım. Təşəkkür edirəm. Hər kəsi salamlayıram. Mən Eləyevə Günlarə, Happy Baby mağazalar şəbəkəsinin təmsilçisi. Bu gün sizə mağazamız haqqında, məhsullarımız haqqında qısa məlumat vermək istəyirəm. Bildirmək istəyirəm ki, Happy Baby mağazalarında 20-dən çox dünyaca məşhur olan brend markalar cəmləşib. Hal-hazırda mağazamızın 2 filialı mövcuddur və qısa şəkildə məhsullarımızı göstərmək istəyirəm ki, məsəl üçün Avstriya brendi Scoot & Dry skuterləri 1 yaşından 5 yaşına qədər istifadə olunur, 50 kiloqrama qədər çəki götürmə qabiliyyətinə malikdir. Duna firmasının velosipedi bu şəkildə göstərək sizə. Körpənin 10 ayından başlayır, 3 yaşına qədər davam edir və rahat şəkildə kompakt formada yığılır. Əlavə olaraq sizə dünyaca məşhur olan Polşa brendi Anix firmasının ekodəri materialında olan Eli modelini təqdim etmək istəyirəm. Modelimiz ikisi birindədir. Lülka formasında və gəzinti formasında olur ki, hansı ki bunların istifadəsi 0 plusdan başlayır, 4 yaşına qədər istifadə oluna bilir. Əlavə olaraq üzərlərində hər birinin çantası olur, bagaj hissəsi olur. Bagaj hissəsi 10 kiloqrama qədər çəki götürmə qabiliyyətinə malikdir. Modelimizin rəngləri də var. Mağazamıza yaxınlaşaraq ətraflı şəkildə məlumat ala bilərsiniz. Dünyaca məşhur markalardan biri Almaniya brendi
Cybex firmasının Jeremy Scott modelidir. Modelimiz gördüyünüz kimi qanadlı olan model, çox sevilən, çox bəyənilən modellərdən biridir. Bunu da komplekt formasında qiymətlərini bəli demək olar. Təkli kolyaskalarımız başlayır 785 manatdan, amma komplekt formada belə 1440 manatdan əldə edə bilərsiniz. Bizdə bir çox firmalar var. İtaliya brendi Inglesina firması, Pekperego firması, Kan firması, Almaniyanın Cybex firması, Polşanın Karella, Annex firmaları var. Və sizə dünyaca məşhur olan çox belə deyim, sevilən modellərdən biri İtaliya brendi Pekperego firmasının yemək masasını göstərmək istəyirəm. Bu modelimizin fərqi odur ki, həm yelləncə formasında istifadə olunur, həm yemək masası şəklindədir. Yellənməsi dayanandan sonra bu şəkildə yemək masası olur. Material ekodəridir, rahat şəkildə silinir. İstifadəsi 0+dan 2-3 yaşına qədər nəzərdə tutulub və modelimizin rəngləri 5 rəngi var. Belə Amerika brendi Formams Mamoru modelimiz var. Bu modelimiz elektrondur. Həm yataq əvəzləyici kimi istifadə olunur. Telefona qoşularaq idarə oluna bilir. 5 yellənmə funksiyası var. Alt hissəsində də özünün uşağın ehtiyaclarını, bəli, elektrondur. Bunun içərisində musiqisi də var əlavə olaraq. Aşağı hissəsi uşağın ehtiyaclarını, oyuncaqlarını və başqa məhsullarını, əşyalarını qoymaq üçün nəzərdə tutulubdur. Belə bir vannamız var. İtaliya brendi Kan firmasının Cambio modeli. Modelimizin içi vannadır. Vanna hissəsində həm uşaq uzana bilir, həm otura bilir. Üst hissəsi bələmə masasıdır. Bələmə masasında materialı su keçirməyəndir. Qəti şəkildə çatlamır, partlamır. Uzun müddətli istifadə üçün nəzərdə tutulub və rahat şəkildə kompakt formada yığılır modelimiz. Polşa brendi Annex firmasının kompakt formada yığılan, səyahətə üçün ideal olan bir modeli var. Çəki olaraq 22 kiloya qədər çəki götürür. Təkərləri məsələn 360 dərəcə fırlanır. Hər birində amortisasiya sistemi var ki, bu da bardur, plekan qalxan zaman ağırlıq hiss olunmur. Materialların hər biri pambıqdır, iç hissəsi uşağı tərlətmir, rahat şəkildə silinir və ləkə saxlamır. Bentley firmasının sizə velosipedini göstərmək istəyirəm. Bentley firmasının velosipedi həm baxın oturaq variantda, həm uzanıqlı variantda istifadə oluna bilir. Təkərləri həm valideyn idarə edə bilir, həm də körpənin özü rahat şəkildə sürə bilir. Daha sonra körpə böyüdükdən sonra baxın bu hissəsi çıxır və uşaq özü normal velosiped formasında istifadə edə bilir. Hər birinin də içərisində kəmər hissəsi olur. Yəni məhsullarımız çoxdur. Burada olanların belə deyək də %2% mağazalar buradadır, yəni stenddə qurulubdur. Və sizə son olaraq geyimlərimizi göstərmək istəyirəm. Zəhmət olmasa yaxınlaşın, geyimlərimizi də göstərim. Dünyaca məşhur olan Polo firmasının geyimləri var. Hər biri 100% pambıq tərkiblidir. 0+dan başlayır ölçüləri. 3 yaşına qədər davam edir. Həm siz belə komplekt formada olan geyimlər ala bilərsiniz. Üzərində papaq, fartuq, əlcə formasında və yaxud da belə ikili dəst formasında da ala bilirsiniz. Həm əlavə olaraq hər biri onlu formada da olur. Xəstəxana çıxışı dəstlərimiz də var. Oğlan və qızlar üçün olan geyimlərdir bəli. Və bir də ən çox bəyənilən məhsullardan biri dünyaca məşhur Türkiyə brendi KitKat firmasının 100% pambıq tərkibli olan məhsullarıdır. Bunlar da eyni şəkildə onlu, ikili, təkli formada satışdadır. Materialları pambıq materialdır. Yuyulduğu zaman deformasiyaya uğramır, ölçüsünü itirmir. Necə varsa o variantda da qalır. Global Organic Textile standartlarına da cavab verən bir sertifikatı var ki, hansı ki bu hər belə deyək brend markaya verilmir. Bu şəkildə. Emsan firmasının stendidir. Burada xüsusi izahata ehtiyacı yoxdur. Qab-qacaqdır, servislərdir, anlaşılmayan bir şey yoxdur. Pavilyonlarla tanış olmağa davam edirik. Sahara salonlu firmasıdır. Artıq mən pavilyonlarda dayanan bu qəşəng qızlara yaxınlaşmıram. Çünki yaxınlaşdığım 10 nəfərdən ancaq ikisi müsahibə verə bilir. Hərçəndir, yenə deyirəm,
bura onları qoyublar ki, malların üstündə izahat versinlər. Mən danışa bilmərəm, mən bacarmaram, müdiriyyət gəlsin, Aniyə gəlsin, Taniyə gəlsin, hardadır Aniyə, nə bilim, çölə çıxdı. Ona görə də üzr hesab edin. Mən çox istəyərdim ki, bu film maksimum müsahibələrdən ibarət olsun. Ancaq hər bir pavilyonda inanın 3-4 nəfərə özünü təqdim eləmək lazım gəlir ki, mən YouTuberəm, mən film çəkirəm, sabah hazır olacaq, bir gün bu olacaq. Bunu danışırsan, bu da quzu kimi üzvə baxır, axırda deyir ki, deyən qoy Əliqulunu çağırım. Əliqul da gəlir deyir ki, ancaq Tanya danışa bilər, Tanya da yoxdur. Ona görə də filmin bu hissəsindən sonra mən artıq müsahibələr götürmürəm. 3-4 müsahibə götürmüşəm. Əvvəldə də ona baxdınız. Amma da ondan artığını mən məsəl üçün bu qədər kimin qızına yalvarsaydım, qonşumuzun oğlunu almışdım. Bu toy biznesi ilə məşğul olanlar, bilirsiniz, ümumiyyətlə pulun, paranın içərisindədirlər deyə hər şey gözləyirlər. Məsəl üçün, mən bu pavilyonda dayanmış olsam, bir cavan qız, 73 yaşında bir kişi şəhərdən basa-basa gəlib və deyir ki, sizin pavilyonu mən reklam eləmək istəyirəm, hətta vizitkanı ver, sizin müsahibə gedə-gedə mən aşağıda sizin vizitkanı da eləyəcəm. Bu çox böyük reklamdır, çünki bir də təkrar edirəm, bu sərgiyə 3 gün ərzində özə şəhərdən qıraqdadır, nəqliyyat da bura gəlmək çətindir, birbaşa avtobuslar yoxdur, pulsuz avtobuslar da yoxdur bu dəfə. Ona görə də bu filmə, YouTube-a qoyduğum filmə baxanlar sayı daha çox olacaq və bunlar üçün bu reklamdır. Mən bunları anlada bilmirəm. Bunlardan pul istəyən yox, bunlardan bir şey istəyən yox. Bunların işidir, borcudur. Bu pavilyonu şirkət gətirib burada quraşdırıb ki, özünü reklam eləsin. İndi hər halda bunların şirkətlərinin başında nəsə ağlı başında olan bir rəhbər, menecer var. Şikayət eləsən ki, sənin bu işçin sərginin o 3 qısa məhdud günü ərzində müsahibə verməkdən, yaxud izahat, müsahibə nədir? İzahat verməkdən imtina edib, məncə ağlı başında olan rəhbər həmin işçini götürüb işdən çıxardar. Amma neyniyəsən ki, biz əyri güzgülər krallığıyıq bura. Belə bir pavilyon da var. Hələlik anlamış deyiləm. Nədir? Çox rəngarəngdir, qırmızı rənglər üstünlük təşkil eləyir və bir bəndə də yoxdur ki, soruşasan, bu nə məsələdir? Belə çıxır ki, toy stoludur da. Bu stullar, stolun üstündə də güllər. Yəni yemək gələnə qədər güllər də yemək olar. Mənim başa düşdüyüm bu qədərdir. Bu stomatologiyanın ailə və toy sərgisində əlaqəsi nədir? Bəlkə də
olur da elə toy gecəsi gəlin bəyin ya da bəy gəlinin vurub dişlərini tökə bilər. Dreamland, Baku, Arzular Adası. Biz hələlik Dream eləyək. Bura isə Dream yox, köhnə və qədim əşyalardır gördüyünüz kimi. İndi baxarıq hansı şirkətdir və birinci gün olduğuna görə hələ bəzi şirkətlər pavilyonlarını qurmayıblar. Çalışın gəlin, bugün 23-dür oktyabrın, sabah və biri gün davam edəcək Bakı Expo'da səhər saat 10-dan axşam saat 18-ə qədər, 6-ya qədər səhv eləmirəmsə gəlin, baxın. Burada müxtəlif əyləncələr var. Viktorinalar var. Uduşlar var. Bu da bizim yaxın keçmişimizin Qara Volqası, Volqa M20 və onun ağ versiyası gəlin maşın kimi bəzənib və mərasimləri çəkməkdə istifadə olunan, indi bizə retro kimi görünən, o vaxt əl gəzən Zorki, Fed və digər fotoaparatlar. Burada hətta bir vaxtlar dəbdə olan tranzistor radiosu da qoyulub. Yəni təşkilatçılar çalışıblar. İlk sərgidir. Bir vaxtlar xalçaya belə yazılırdı. İndi artıq dəbdə deyil, xoşbəxt olun yazırdılar. Belə. Sərgiyə baxışı mən tamamladım. Gördüyümü gördüm, çəkdiyimi çəkdim. Bir də təkrar edirəm. Sərgi bu gün ayın 23-dür. Bugün, sabah və biri gün açıq olacaq. Biri gün, axırıncı gün bağlanışda qala tədbiri olacaq. Gəlin, baxın. Maraqlıdır. Ancaq gəlməyə imkan olmayanlar üçün mən hesab edirəm, bütün stendləri mən keçdim. Hətta sizə verilməyəcək müsahibələri jurnalist hüququndan istifadə edib, xahiş edib, bəzi pavilyonlardan mən ala bildim. Təəssüf ki, əksər pavilyonlar izahat verməkdən imtina elədilər. Bu filmə əgər baxan təşkilatçılar olarsa, bu mənim bir jurnalist iradımdır. Oldu. Bu qədər. Sağ olun. Tarçı köklə tarını, incə telləri dindir, dəfçi əlin işləsin, qəlbimizi sevindir. Tarçı köklə tarını, incə telləri dindir, dəfçi əlin işləsin, qəlbimizi sevindir. Hey, toy günüdür, əl çalın. Oğlan igid qız
qəşəng Oğlan igid qız qəşəng Hamı desin ürəkdən hey Ay qız toyun mübarək Oğlan toyun mübarək Ay qız toyun mübarək Oğlan toyun mübarək Ömrünüzün yolları daim uğurlu olsun Eşkinizin çırağı güneş tek nurlu olsun Ömrünüzün yolları daim uğurlu olsun Eşkinizin çırağı güneş tek nurlu olsun Hey toy günüdür el çalın Oğlan igid qız qəşəng Oğlan igid qız qəşəng Hamı desin ürəkdən hey Ay qız toyun mübarək Oğlan toyun mübarək Ay qız toyun mübarək Oğlan toyun mübarək Leyla gelin oynasa deyirlər il xoş olar Adam belə məclisdə içməmişlər xoş olar Leyla gelin oynasa deyirlər il xoş olar Adam belə məclisdə içməmişlər xoş olar Hey toy günüdür el çalın Oğlan igid qız qəşəng Oğlan igid qız qəşəng Hamı desin ürəkdən Ay qız toyun mübarək Oğlan toyun mübarək 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 Ay qız toyun mübarək Oğlan toyun mübarək